Ailə başçısından əlavə öz büdcəmdən də fitrə çıxarda bilərəm? Bəli, bilərsiniz. Mənim atam, anam, övladım ehtiyaclıdır. Fitrəni ona verə bilərəm? Xeyr, verə bilməzsiniz. Məscidin işləri üçün, tikintisi üçün fitrəni vermək olar? Xeyr, olmaz. Kart vasitəsilə necə fitrə verilir? Və fitrənin miqdarı nə qədərdir? Bu barədə səhifədə postlar paylaşılıb. Mənim atam, həyat yoldaşım evdə deyil. Biz onun əvəzindən, onun yerinə fitrəni çıxardıb çatdıra bilərik? Bəli, bilərsiniz. Fitrənin vaxtı zamanı haçana qədərdir. Bayram gecəsindən ta bayram gününə qədər, bayram namazına qədər çatdırmalısınız. Bayram gecəsindən başlayır. Ta zöhr azana qədər də çatdıra bilərsiniz. Olmasa həmin gün çatdırın. Yenə də olmasa növbəti günlərdə çatdırmaq vacibdir. Seyid olan şəxs seyid olmayana, olana da fitrəsini verə bilər. Amma seyid olan şəxs yalnız seyiddən fitrə götürə bilər. Bayram nə vaxtdır? 20 mart gecə çox ehtimal Ramazan ayının bayramıdır. Yəni fitr bayramıdır. 21 martda Ramazan bayramıdır.